Axşamınız xeyir olsun uşaqlar. Hər birinizi salamlayıram. Demək, vaxt itirmədən biz sınaq keçirtmişdik, ikinci sınağı. Həmin sınağın sualların izahı ilə davam eləyək. Birinci suala baxaq. Birinci sualda nə deyir? Deyir 300 səhifəli sənədin hər səhifəsində 24 sətr var. Hər sətrində isə x sayda simvol var. Məlumat ASCII standartı ilə kodlaşdırılıb. Həmçinin bütün səhifələrin hər birində bir pikselin tutduğu həcm qədər 4 bit olan 64/256 ölçülü qrafik təsvir var. Məlumatın tutduğu həcm 6000 kilobayt olarsa, simvol sayını müəyyən eləyin. Demək, belə bir nəticəyə gəldik ki, mənim 300 dənə səhifəm var. 300 dənə səhifəm var. Bu 300 dənə səhifənin hər birində, hər bir səhifəsində həm şəklim var, həm də nəyim var? Mətn informasiyam var. Və hər ikisi bir yerdə, həm şəkil, həm demək qrafik informasiyamın həcmi ikisi də bir yerdə 6000 kilobaytdır. Mənə simvol sayını deyir, tap. Mən simvol sayını tapmaqdan ötürü mənim simvol sayım mətn informasiyasının həcmini tapanda simvol sayı mənə lazım olurdu, düzdürmü? Ona görə mən ümumi 6000 kilobaytdan əvvəl şəkil informasiyamın həcmini taparam. 6000 kilobaytdan şəkil informasiyamın həcmini tapıb çıxardaram ki, yerdə qalan mətn informasiyamın həcmi olsun. Mətn informasiyamın həcmində də o düsturdan da simvol sayını tapmış olum. Gəlin baxın, yazaq və eyni zamanda da görsədək. Demək, 300 səhifəli sənədin birinci mətn informasiyam, baxın, mətn informasiyamın həcmi, üzərinə şəkil informasiyamın həcmin gəlmişəm, nə qədər eləyib? 6000 kilobayt eləyib. Mənə nə deyir tap? Simvol sayını tap. Yəni SS-i tap. Mən bilirəm ki, SS harda olur? Mətn informasiyasının həcmini kodlaşdıranda simvol sayından, SS-dən istifadə edirik. Ona görə mən birinci burada mətn informasiyamın həcmini taparam. Mətn informasiyamın həcmi nəyə bərabərdir? Bax, bu 6000 kilobaytdan çıxaram şəkil informasiyamın həcmin ki, yerdə qalan mətn informasiyamın həcmi olsun ki, o düsturu yazın mətn informasiyasının həcminin tapılması düsturun. Oradan da simvolların sayını tapa bilim. Gəlin belə eləyək. Gəlin birinci şəkil informasiyamın həcmini tapım. H qrafik. Şəkil informasiyamın həcmi mənə nəyi veribdir? Bax, E-ni verib, A ilə B-ni də verib. Bax, gələk, yazaq. A verilib nə? A vuraq B pikselim nə qədərdir? 2 üstü 6, yəni 64 vuraq 2 üstü 8, 256. Enim nəyə bərabərdir? Balaca en. Balaca en nədir? Demək, bir pikselin tutduğu həcm, yəni bir nöqtənin. O da nəyə bərabərdir? 4 bitə. 4 bit nədir? 2 üstü 2-yə bitə. Və eyni zamanda burada demək nədən söhbət gedir? Burada 256 səhifədir də, düzdür. Belə üzr istəyirəm. 300 dənə səhifədir də, düzdürmü? 300 səhifəli sənədin hər səhifəsində şəkil var. Ona görə də mənim səhifə sayımda taparam ki, səhifə sayım 300 dənədir. Mən axırda 300-ə vura bilim onu. Və həcmimi tapıram. H bərabərdir A vuraq B, bir də vuraq M bit. Bu mənim bir dənə səhifəm üçündür. Bir dənə səhifəm üçün. Axırda 300-ə də vuraram ki, bir dənə qrafik informasiyam, bir səhifənin qrafik informasiyasının həcmini taparam, bir dənə şəkil üçün. Axırda o 300 dənə səhifədə daxı, 300-ündə də var. Ona görə də 300-ə də təkrar vuraram. Çünki 300 dənə səhifənin hər birində həm şəkil var, həm mətn var. 300 dənə səhifəni həm mətndə yerinə mətn informasiyasını kodlaşdırarkən 300-ə vurasıyam. Həm də şəkil informasiyasını kodlaşdıranda da bir şəkili tapıb 300-ə vurmalıyam ki, bütün səhifələrdə olan qrafik informasiyanın həcmini tapa bilim. İndi bir dənə həcm budur. H bərabərdir, A vuraq B, A nə qədərdir? A vuraq B 2 üstü 6 vuraq 2 üstü 8-dir. Yazıram 2 üstü 6 vuraq 2 üstü 8 piksel, bir də vuraq N bitə. N bitimdə 2 üstü 2-dir. Bölürəm neçəyə? 2 üstü 13-ə. Bu da mənə verir, demək, 2 üstü 3, 8 bit, 8 kilobayt.
8 kilobayt. Amma mən 300 dənə səhifəm üçün bunu tapmalıyam. Bu bir səhifədə olan informasiya, qrafik informasiyanın həcmidir. Təzədən bunu 300-ə vuranda bu da mənə nəyi verir? 2400 kilobayt nə? Qrafik informasiyası, yəni şəkil. Mənim 2400 kilobayt şəklim var. Ümumi həcmim nə qədərdir? 6000 kilobayt. İndi mən mətn informasiyamın həcmini tapmalıyam ki, orada nəyi tapım? Simvol sayını tapım. Mən 6000 kilobaytdan çıxıram nəyi? Bax, tapdım o 2400 kilobayt şəkil informasiyamın həcmin. Yerdə nə qalır? 6000-dən 2400-ün çıxanda qalır 3600 kilobayt. Bu 3600 kilobayt mənim nəyimdir? Mətn informasiyamın həcmidir. Aha, mətn informasiyamın həcmidir. Mənim 2400 kilobayt şəkil informasiyamın həcmi oldu. 3600 də mətn informasiyamın həcmi oldu. Cəmi ikisi bir yerdə nəyi verdi yenə? 6000 kilobaytı verdi. Aha, bura qədər heç bir problem ümid eləyirəm yoxdur. İndi məndən nəyi soruşur? Simvol sayını soruşur. Simvol sayımı tapmaqdan da ötürü mənim əlimdə olan bəzi məlumatlar var və eyni zamanda mətnin ümumi həcmini də mən tapdım ki, 3600-ə bərabərdir. İndi gəlin yazaq. Mətnin ümumi həcmi demək 3600 kilobayt. Sonra burada 300 dənə səhifəm var. Səhifə sayım 300-dür. Sonra x sayda simvolum var. 24 dənə sətrim var. Sətrim nə qədərdir? 24 dənə. Sonra həcmim də nə qədərdir? 3600-dür. ASCII-də kodlaşdırılır. Demək, məlumat ASCII standartı ilə kodlaşdırılır. Məlumat ASCII standartı ilə kodlaşdırılır. Yəni, mən 1 bayta vuracam sonunda. Məndən nəyə soruşur? SS-mi? Yəni, x sayda simvolum var deyil. SS soruşur. Mənim mətn informasiyamın həcmi nəyə bərabər idi? Bax, simvol sayı, vurulsun əlifbanın ibiti məndə 1 baytla göstərilib. 1 bayt, vurulsun sətir, vurulsun səhifə, bərabərdir həcmə. Aha, yerinə qoyaq. Simvol sayımı bilmirəm. Vurulsun əlifbanın ASCII standartına görə 1 bayta vururam. Vururam sətrə, sətrim nə qədərdir? 24-də. Bir də vururam səhifəyə. Səhifəm nə qədərdir? 300-dür. Bərabərdir həcmə. Həcmim nə qədərdir? 3600 kilobayt. İndi baxıram ki, bu tərəf baytla alınasıdır. Bax, bu tərəf baytla alınasıdır. Mən burada da kilobaytdır. 200 ona vuraram ki, bayta gətirim. İndi burada simvol sayı bərabərdir. 3600 vurulsun 210 bölünsün nəyə? Həm 1 bayta, həm də 24-ə və 300-ə. Onu da böləndə mənə nə verir? Mənə verir 512 simvol sayı. İxtisar gedəndə verir nə? 36, bu 1024, bu da bəli. Nədir? 512 simvol sayı verdi. Simvol sayı vermiş oldu. Bu da belə. Ümid eləyirəm aydındır. Demək, mən neynədim? Mənim ümumi həcmim 6000 kilobayt idi. Lap yaxşı. Burada baxıram ki, 6000 kilobayt burada həm mətindir, həm də nədir? Şəkildir. Həm mənim mətn informasiyamın həcmidir bu, həm də şəkil informasiyamın həcmidir. Ümumi 300 dənə səhifəm var və hər səhifəsində həm şəkil var, həm də mətn var. Mən şəkilimin informasiya həcmini tapdım. Çünki şəkilə aid məndə bütün məlumatlar var idi. Və 300 dənə də səhifə idi. Əvvəl bir şəkil üçün tapdım, bir səhifədə olan şəkil üçün. Sonra da 300-ə vurdum. Bu mənə elədi 2400 kilobayt, düzdürmü? Bu mənim nəyim elədi? Şəkilim elədi. Bax, 2400 kilobayt mənim şəkilim elədi. Mən ümumi həcmdən 6000-dən şəkil informasiyamın həcmini çıxıram ki, yerdə qalan mətnə qalsın. Nəyə görə? Çünki məndən simvol sayını istəyir. Simvol sayda məndə mətn informasiyasını kodlaşdırarkən simvol sayından istifadə olunur. Sətir, səhifə, simvol sayı bərabərdir həcm. Həcmi, mətn informasiyama düşən həcmi oradan aldım və simvol sayında neynədim? Vurdum həm əlifbanın standartına 1 bayta, həm sətrə, sətrim də vardı, səhifəm də var idi. Bərabər elədim 3600 kilobayta. 200 ona vurdum ki, bu tərəf baytlandı. Hər ikisi də eyniləşsin.
Oradan da simvol sayını tapdım. 512 simvol sayı. 512 simvol sayı demək nədir? A variantı olmuş oldu. Ona görə birinci sualda cavabımız nədir? A variantıdır. Keçirik ikinci suala. Görək ikinci sualda nə deyir? İkinci sual. Görək nə deyir? İkinci sualda. Demək, ikinci sualda deyir ki, bağlantının sürəti 2 megabit saniyədir. Bax, bunu mənim V-imdir. V-im verilibdir. Nə qədərdir? 2 megabit saniyə. Bax, bu mənim V-im. Veribdir, sürətimi 2 megabit saniyə. Yazıram ki, V bərabərdir 2 megabit bölünsün saniyə. Sonra və həcmdə veribdir 50 megabayt. Bax, bu da mənim haşımdır, həcmim. Həcm də bərabərdir 50 megabayta. Nəyi deyir tap? Zamanımı tap. Məndən nəyə soruşur? Nə qədər zaman lazımdır? T-ni soruşur. Biz bilirik ki, bizim həcm düsturumuz var idi. Nə idi? Həcm bərabərdir sürətin zamanı hasili. Düzdürmü? Mənə burada zaman lazımdır. Onda T nəyə bərabərdir? H bölünsün V-yə. H-ım nə qədərdir? 50 megabayt. Baxıram ki, sürət megabitlə verilib. 50 megabaytı, bax, megabaytı. Megabitə çevirməkdən ötürü megalar qalıb, baytdan bitə gedir. Çoxdan aza gedəndə nə edirik? Vururuq. 1 bayt neçə bitdir? 8 bitdir. Ona görə də 2 üstü 3-ə vurmalıyıq bunu. 8 bitə. Onda vururam neçəyə bunu? 50 megabaytı nəyə vururam? 2 üstü 3-ə vururam. Yəni 8-ə vururam. Düzdür? Megabaytdan megabitə çevirirəm də. Olur nə? Megabit. Onda H nə qədər oldu? 50 vurulsun 2 üstü 3-ə 8-ə bölünsün sürətə 2-yə. Yuxarı nə ilə oldu? Megabitlə oldu. Sürət nədir? 2 megabit bölünsün saniyədir. Saniyə qalxır yuxarı. Qalxır yuxarı. Burada megabitlər ixtisar gedir. Demək, 50-ni 8 ilə 2 ixtisar gedir. Burada qalır 4. 4-ü də 5-ə vuranda, 50-yə vuranda eləyir 200. 200 nə? Saniyə. 200 saniyə oldu nə? A variantı. İkinci sualda cavabımız A variantıdır. Ümid eləyirəm aydındır. Keçirik üçüncü suala. Görək üçüncü sualda nə deyir? Deyir ki, 128 səhifəlik sənədin hər səhifəsində, demək 64 dənə sətir, hər sətrində 16 simvol var. Bu məlumat 1024 simvolu əlifba ilə kodlaşdırılıbdır. Aha, bu mənim nəyimdir? Mətnimdir. Demək, mənim mətnim nədir? 128 dənə səhifədir, sənəddir. Hər səhifəsində 64 sətir, hər sətrində 16 dənə nəyim var? Simvolum var, və eyni zamanda demək, bu məlumatda 1024 simvolu əlifbada neyinib? Kodlaşdırılıbdır. Aha. Bu sənədin ilk 4 səhifəsində, səhifəsinin hər birində 64 vuraq 128 ölçülü 64 rəng çalarına malik qraf təsviri var. Aha, bu da belə. Bura qədər də nəyim var? Şəklimdir. Bax, buradan bura qədər mənim mətnimdir. Mətn informasiyamın həcmini tapmaqdır. Buradan bura qədər də mənim şəklimdir. Şəkil informasiyamın həcmini tapmalıyam buradan bura qədər də. İndi məndən sənədin ümumi həcmini istəyir. Ümumi həcmi nədir? Mətn informasiyamı tapmalıyam, üstünə gəlməliyəm şəkil informasiyamı və bərabərdir ümumi həcmim olmalıdır. Gəlin baxaq. Birinci mətn informasiyamın həcmini tapaq. Baxın, mətn informasiyamın həcmi nəyə bərabərdir? Mətn informasiyamın həcmi
H mətn bərabərdir. Deyir 128 dənə səhifəli sənədim var. Hər səhifəsində, bax 128 dənə səhifəm var. 2 üstü 7 vuraq. Hər səhifəsində 64 sətr var. 2 üstü 6 vuraq. Hər sətrində 16 simvol var. Vuraq 2 üstü 4 və eyni zamanda məlumat 1024 simvollu əlifba ilə kodlaşdırılıbsa, 1024 simvollu əlifbada böyük Y 1024-dür simvolların sayı. Onda bir simvola düşən informasiyanın dəyəri 10 bit olasıdır. Düzdürmü? Onda vuraq bir də 10 bit. 10 bit. Məndən axırda məndən kilobaytla soruşur deyə. Bölürəm nəyə? 2 üstü 10-a. Bərabərdir. Demək 2 üstü 7-ni mən 2 üstü 6-ya, 2 üstü 4-ə, bir də 10 bitə vurdum. Bu nəyi nədir? Demək 7, 6, 13, 13-ün üstünə 4 gələndə 17. 2 üstü 17 vurulsun 10 bit, bölünsün 2 üstü 10-a. 2 üstü 17-ni 2 üstü 10-a böləndə eləyir 128, demək, yox, 128, 217-ni 2 üstü 13-ə bölürəm burada. 2 üstü 10-a yox, uşaqlar. 2 üstü 13-ə bölürəm. Niyə? Çünki kilobayta çevirirəm. 2 üstü 13-ə bölürəm, bəli. Demək, burada da 2 üstü 13-ə böləndə 2 üstü 4, 16, 16-nı da ona vuranda necə eləyir? 160 kilobayt. Aha. Bu 160 kilobayt mənim mətnimdir. İndi gəlib şəklimi tapıram. İndi 128 səhifənin hər birində mətn var imiş. Amma indi şəklə keçək. Şəkildə nə deyir? Şəkildə deyir ki, bu sənədin ilk 4 səhifəsində deyirsə, onda mən qrafik informasiyamın həcmini tapanda 4 səhifəyə vururam. Yəni 2 üstü 2 vuraq, 64 və vuraq 128. 2 üstü 6 vuraq 2 üstü 7. Bir də 64 rəy çalar deyirsə, bu bunun böyük yenidir. Onda balaca yen nəyə bərabərdir? 6 bitə vururam. Və eyni zamanda bunu da 2 üstü 13-ə bölüb kilobayta gətirirəm. Demək 6, 2, 8, 8-in üstünə 7 gələndə 15. 15-dən 13-ün çıxanda neçəsi qalır? 2. 2 üstü 2, 4 elədi. Düzdürmü? 4. 4 dəfə 6 neçə elədi? 4 dəfə 6-ın 6 dəfə 4-ünü 24 kilobayt. Bu da elədi 24 kilobayt. Məndən nəyə soruşurdu? Məndən ümumilikdə sənədin ümumi həcmini soruşurdu. Sənədin ümumi həcmi H ümumi həcm bərabərdir. H mətn informasiyamın həcmi üstə gələk qrafik informasiyamın həcminə. Onda H ümumi bərabərdir. Mətn informasiyamın həcmi nədir? 160 kilobayt. Üstünə gəlirəm. Qrafik informasiyamın həcmini neçə tapdım? 24 kilobaytı. Demək 160 kilobaytla 24 kilobaytı da topladım. Mənə nə verdi? Demək 4, 8, 184 kilobayt. 184 kilobayt. Baxın görüm 184 kilobayt varmı? Bəli var. E variantı. Demək mən neylədim? Mətn informasiyamın həcmini də tapdım. Qrafik informasiyamın həcmini də tapdım. Ən axırda neylədim? İkisini də toplamış oldum. Bu da elədi mənim üçün 184 kilobayt. Keçirik 4-cü suala. 4-cü sualı biz eləmişik. Biz təkrardan qabaq eləmişik. Mövzuları keçəndə biz bunu eləmişdik. Düzdür, indi bu sualı digər bölmələrdə də keçəndə bir daha təkrarlamış olasınız. Bu sualı indi əslində bura salmamalıydım, növbəti sınaqda salmalıydım. Amma bunu yaza bilərdiniz. İzahını verirəm. Bax, deyir ki, qrafik təsvir 50.8 cm vuraq 15.124 cm ölçüdə 256 dpiyə icazə ilə skan edilmişdir. Qrafik təsvirin RGB rəng modeli ilə rəngləndiyini bilərək onun informasiya həcmi neçə megabaytdır? Aha. Bax, qulaq asın. DPI nədir? Bir düymə düşən piksellərin sayıdır. Mən bir düymə düşən piksellərin sayın neynəməliyəm? 50.8 cm-dən 15.124 cm-ə vura bilmərəm birbaşa. Mən bunların özünü də düymə gətirməliyəm ki, santimetrlərin. Düymə gətirməliyəm ki, burada 256 DPI-ni, 256 DPI nə deməkdir? Hər düymə düşən piksellərin sayı deyil.
Bu 50,8 sm ilə 15,24 sm mən düymə gətirməliyəm ki, 256-nı da bunların hər birinə vura bilim. Onda necə tapıram? Deyirəm ki, əvvəl 50,8-i, sonra da 15,24-ü nəyə gətirim? Düymə gətirim. Yazıram ki, belə yazıram. Yazıram, bax, 4-cü sualda. Yazıram ki, bir düyüm 2,54 santimetrdirsə, onda yaxşı, 50,8 santimetrim neçə düyümdür? Yazıram x düyüm. Buradan yazıram x bərabərdir. X bərabərdir. 50,8-i 1-ə vururam. Eləyir neçə? 50,8. Bölürəm 2,54-ə. Bu da bərabərdir. 50,8-i demək 1-ə vurub 2,54-ə böləndə bu da mənim üçün eləyir 20 düyüm. 20 düyüm. Aha. Bu belə. İndi keçirəm demək nəyi? 50,8 santimetri tapdım. İndi 15,124 santimetri düyümlə göstərməyə keçirəm. Gəlin, bunu da qırmızı rənglə eləyək. Yazıram yenə. Bir düyüm. İndi bu nə elədi? 50,8 santimetrim neçə düyüm elədi? 20 düyüm. Elədi mi? Bax, bu elədi 20 düyüm. 20 düyüm. İndi gəlin buna baxaq. 15,124 santimetri düymə gətirək. Düymə gətirməsəm, mən 256 dipiyə vura bilmərəm. Mən mütləq santimetri düymə gətirməliyəm. Yazıram, bir düyüm 2,54 santimetrdirsə, onda deyirəm, yaxşı, bəs 15,24 santimetrimim neçə düyümdür? Neçə düyümdür? Burada nəyə tapıram? X düyümü tapıram. Yazıram, x bərabərdir. 15,24-ü vururam 1-ə, bölürəm 2,54 santimetrə. O da bərabərdir. Demək, 15,24-ü demək neçəyə? 2,54 santimetrə böləndə bu da eləyir 6 düyüm. 6 düyüm. Bax, bunu da tapdım mən 6 düyüm. Hə, indi düyüm nədir deyə mən neynirəm? Demək, 256 DPI-ı həm 20 düymə, həm də 6 düymə vura bilərəm. Demək, burada nəyə deyirdi? Şəklin informasiya həcmidir. Eləmi? Burada 24 rəng modeli də var. Bunu da nəzərə almalıyıq. 24 rəng modelini də nəzərə. Şəklin ümumi informasiya həcmi nəyə bərabərdir, uşaqlar? Bax, H bərabərdir. A vuraq B, bir də vuraq M bit. Bax, bu düsturla hesablayırdıq. Düzdürmü? Aha, mənim A-m nədir? 50,8 santimetri tapdım 20 düyüm. Onda bax, 256 DPI-nı həm 20 düymə vurmalıyam. A-nı yerinə yazıram. 256, yəni 2/8, 2/8, 256 DPI vuraq 20 düyüm. 20 düyüm vuraq. B-nin də yerinə yazıram. 15,24-ü neçə tapdım? 6 düyüm. 6 vurulsun. Bax, bunu da bunun əvəzinə yazıram. Bunu da bunun əvəzinə yazmışdım. Bax, bunun. 6 düyüm vurulsun nəyə? Yenə 2/8 DPI-ya. Bir də vuraq. N bitin də yerinə RGB rəng modeli ilə kodlaşdırıb. Bir də vuraq 24 bitə. Bax, belə. Demək, mən neynədim? 50,8-i də düymə gətirdim. 15,124 santimetrdə düymə gətirdim. 256 DPI-ı vurdum bunların hər birinə düymə düşən piksellərin sayına. 256-nı 20-yə də vurdum. Baxın. 256-nı demək 6 düymədə vurdum. RGB rəng modeli ilə də kodlaşdırılıb deyə, RGB rəng modelində hər bir rəng 8 bitdir də. 3 dənə rəng var burada, 24 bit eləmdir. Bir də 24 bitə vururam. İndi məndən nə ilə soruşur? Məndən megabayt ilə soruşur. Aldıqlarım nədir? Bitləndir. Mən bitdən megabayta gəlməkdən ötürü 2/23-ə bir dəfə də bölürəm. Düzdürmü? Birbaşa 2/23-ə neynədim? Böldüm. 2/23-ə böldüm. Bu da mənə verir 22,5 megabayt. Yəni cavab nədir? A variantı. Ümid edirəm aydındır. Keçirik 6-cı suala.
Nə deyir? Deyir ki, şagirdlər komanda şəklində olimpiyadaya qatılmaq üçün kompüter sistemində qeydiyyatdan keçirilir. Qeydiyyatdan keçərkən hər bir şagirdə unikal identifikator 1-dən 1000-ə qədər tam ədəd verilir. Hər identifikatorun saxlanması üçün eyni və minimum mümkün bit sayından istifadə olunur. Hər bir tələbənin şəxsi kodu, unikal identifikatoru və 8 bitlik əlavə məlumatdan ibarət olur. Sistem hər bir şagirdin şəxsi kodunu qeyd etmək üçün eyni və minimum byte sayından istifadə edir. Bütün komandaların bərabər sayda iştirakçısı var. 20 komandanın bütün şagirdlərinin şəxsi kodunu saxlamaq üçün 180 byte lazımdırsa, hər komandada neçə şagird var? Baxın, nə edirik? İlk olaraq dedim, nəyə tapırıq? Bax, ona diqqət eləyin. Bax, ilk olaraq nəyə tapırıq? Bax, 1-dən 1000-ə qədər tam ədəd verilir. Burada mən tapıram ki, hər identifikatoru saxlamaqdan ötürü də eyni və minimum mümkün bit sayı. Bax, 1000 nəyinə nəyin ortasında yerləşir? Bax, 1000 yerləşir 210-dan. 200-dür, demək nəyin? 9-un ortasında. Düzdürmü? 209-un. Demək, bir dənə qeydiyyatdan keçərkən hər bir şagirdə unikal identifikator 1-dən 1000-ə qədər tam ədəd verilir. Onda hər bir şagird üçün nə qədər informasiya lazımdır? 10 bit. 10 bit. Düzdürmü? Bir də deyir ki, əlavə hər bir tələbənin şəxsi kodu unikal identifikator 10 bit olur. Bir də əlavə 8 bitlik məlumat lazımdır. 10 bitin də üstünə 8 bit gəlir. Bu mənə nəyi verir? Demək, onun üstünə 8 gələndə 18 bit eləyir də, düzdür? 18 bit. Sonra deyir ki, sistem hər bir şagirdin şəxsi kodunu qeyd etmək üçün eyni və minimum byte sayından istifadə olunur. 18 biti minimum byte sayını gətirməkdən ötürü 8-ə bölürəm. 8-ə bölən byte ilə tapıram. 18-in içində 8, 2 tam nə qədərsə düşün, mən 3-ə yuvarlaqlaşdırıram. Bu mənə 3 byte verir. 3 byte verir. Aha, 3 byte verir. Demək, bir şagird üçün 3 byte lazımdır. Düzdür. Burada deyir ki, 20 komandanın bütün şagirdlərinin şəxsi kodunu saxlamaqdan ötürü 180 byte lazımdır. Yaxşı, indi bir şey deyim. 20 komandanın bütün şagirdlərinin şəxsi kodunu saxlamaq üçün 180 byte lazımsa, bax, 20 komanda üçün, baxın, 20 komanda üçün 180 byte lazımdırsa, yaxşı, bəs onda bir komanda üçün neçə byte lazımdır? Buradan x nəyə bərabərdir? Demək, 180-i böləm 20-yə də, 180-i 20-yə böləm düşür neçəm? 9 byte, düzdürmü? 9 byte. Aha, bu da belə. 9 byte lazımdır. İndi burada nə deyir? Deyir ki, bax, qulaq asın. İndi nə deyir? Ən axırda nə deyir? Deyir ki, hər komanda üçün neçə şagird var? Mən ümumi nə qədər tapdım? 9 byte tapdım. Bir şagird üçün nə qədər informasiya tapmışdım? 3 byte tapmışdım. Ona mən belə eləyirəm. Hər komandada neçə şagirdin tapmaq üçün ümumi 9 byte-ımı mən 3 byte-a bölərəm. Taparam, demək, hər komandada neçə şagird olduğunu. Hər komandada neçə şagird oldu? 3 dənə şagird olmuş oldu. Bax, belə. Cavab oldu nə? C variantı. Demək, neynədim? Əvvəl mən əlifbamı tapdım. Burada 1-dən 1000-ə qədər tam ədəd verilibsə, identifikatorda. Mən 1000 simvollu əlifba kimi baxdım buna. 1000 simvollu əlifba kimi baxanda mən gördüm ki, bir şagirdimə demək 10 bit düşdü. Sonra deyir ki, əlavə 8 bit də əlavə olunub. Onun üstünə 8 gələndə 18 elədi. Sonra da deyir ki, minimum byte sayı ilə istifadə olunur. Minimum byte sayı nə deməkdir? Ümumi əlifbam demək, bir şagird üçün 18 bit tapdım. Minimum bit sayı dediyinə görə 8-ə böldüm, 3 byte tapdım.
Deyir indi 20 komanda üçün 180 bayt lazımdır. Onda bir komandamı tapdım ki, bir komandam üçün mənə 9 bayt lazımdır. Bir şagirdim də 3 baytsa, onda mənim bir dənə, demək, bir dənə komandamda neçə dənə şagird ola bilər? Ümumi o 9 baytı mən 3 şagirdin, belə bir şagirdin informasiya dəyərinə böləndə bir komandada olan şagird sayını tapmış oldum. O da elədi 3. Demək mənim bir dənə komandamda 3 dənə şagird var imiş. 5-ci sualla demək yekunlaşmış olduq. Bu 5-ci sual idi, 6-cı sual idi. Yox, bu 5-ci sual idi. Bir dəqiqə. Bu 4-cü sual idi. Bu 5-ci sual idi. Hə, bu 5-ci sualdır. Bu 5-ci sualdır, bəli. İndi 6-cı sualla davam eləyək. Deyir ki, 6-cı sualda doğru mülahizələri qeyd eləyin. Doğru mülahizələr nədir? Deyir ki, elektron poçt ünvanında istifadəçi adı təkrarlana bilər. 6-cı sualda. Elektron poçt ünvanında istifadəçi adı təkrarlana bilər? Xeyr. Sonra deyir ki, router müxtəlif topologiyalı və müxtəlif protokolla işləyir. Bəli. Nəyə görə hər ikisi müxtəlifdir? Çünki router qlobalda işləyir. Simsiz bağlantı zamanı yalnız radyo siqnallar. Niyə yalnız radyo siqnallar? Orada mikrodalğalar da var, peyk rabitəsi də var. Niyə yalnız radyo siqnallar? Ona görə 3 səhvdir. IP ünvanlar 32 bitli ikili kodlarla ifadə olunur. Bəli, doğrudur. Deyir ki, HTTP internet xidmətidir. Xeyr, internet xidməti deyil. Nə oldu? 2, 4 oldu nə? B variantı. Demək, 6-da oldu B variantı. 7-ci suala baxaq. Deyir, uyğunluğu müəyyən eləyin. Kommutasiyalı var, bir də geniş demək zolaqlı var. Yadınızda saxlayın. Kommutasiyalıya aiddir, dilap aiddir. Yerdə qalanlar burada ADSL-dir, peyk rabitəsidir, ayrılmış xəttdir. Bu geniş zolaqlı bağlantıdır. Kommutasiyalı bağlantıya burada bir dənə B aiddir, dilap. Yadınızda saxlayın. Amma ADSL-dir, peyk rabitəsidir, ayrılmış xəttdir. Bu geniş zolaqlıya aiddir. Ona görə 1-ə B, 2-yə də, demək 1-ə B getdi. 2-yə də getdi nə? A, C, D. A, C, D. 1B, 2A, C, D. A, C, D. Oldu C variantı. Sonra 8-ci sualdan davam eləyək. Deyir ki, avtomatik fotokamera 512/400 ölçülü raster qrafik təsvir yaradır. Bu halda qrafik təsvirin informasiya həcmi 200 kilobaytı aşmır. Palitrada olan rənglərin sayını, maksimum sayı neçə ola bilər? Gəlin baxaq. Sadə sual nümunəsidir. Yəni, burada elə bir çətinlik yoxdur. Sadədir. Yəni, sadə standart sual nümunəsidir. Avtomatik fotokamera 512/400 piksel ölçülü raster qrafik təsvir yaradır. Baxın, indi mənim bu nəyimdir? Demək, bax, bu A-mdır, bu da B-imdir. A-B nədir? 512/400 piksel. 200 kilobaytı aşmır. Bu da mənim həcmimdir. Bax, həcmin verib 200 kilobayt. Bəri başdan 213-ə vururam, bitə çevirirəm. A vuraq B-im nə qədərdir? Nəyə görə bitə çevirirəm? Çünki mənim A-m, B-im həmişə bitlə verilir. 512 vuraq 400. 400-ü yazaram 202 vuraq 100 kimi. Bir də vuraq, bu 400 elədi. Bir də vuraq 512-də 209 yazıram. İndi mənə deyir ki, palitrada olan rəng çalarlarının sayını böyük yeni tapmalıyam. Böyük yeni tapmaqdan ötürü mən əvvəl kiçik yeni tapmalıyam ki, sonra 2-nin qüvvətinə ata bilim. Onda belə yazıram. Yazıram ki, demək, n bit bərabərdir. N bit. Mənim həcmim nəyə bərabərdir? Məndən n biti soruşur. N biti tapmalıyam ki, sonra da 2-nin qüvvətini atmalıyam. Belə. Həcmi tapmaqdan ötürü yazıram. H bərabərdir. A vuraq B, bir də vuraq n bit.
Yazıram A vuraq B, A vuraq B. Eni tapmaqdan ötürü H-ı, yəni eni tapmaqdan ötürü, en biti tapmaqdan ötürü H-ı, H-ım nə qədərdir? H-ı indi yazdıq da 200 vurulsun 2 üstü 13 bölünsün 2 üstü 2 vurulsun 100 bir də vurulsun 2 üstü 9. O da bərabərdir. Bax 200-ün 2 dənə 0 ilə 100 getdi. Burada qaldı 2 vuraq 2 üstü 13, 2 üstü 14, 2 üstü 2 ilə 2 üstü 9-da 2 üstü 11 eləyir. 2 üstü 14-ü 2 üstü 11-ə böləndə 2 üstü 3 eləyir. Bu da 8 bit elədi. 8 bit nəyə tapmış oldum mən? 8 bit mənim enimdir. Məndən nəyə soruşur? Böyük yeni soruşur. Yəni palitradakı rəy çalarları, yəni maksimum sayların böyük yen bərabərdir 2 üstü 8-ə. Bu da elədi 256. 256 demək maksimum rəng ola bilər. O da A variantıdır. 8-ci sualda cavabımız nə oldu? A variantıdır oldu. 9-cu suala keçid eləyirik. Bu sualda necədir? Yadınızda saxlayın. Bax, deyir informatika.az serverində yerləşən info.rtf failə keçmək üçün HTTP protokolundan istifadə olunub. Cədvəldə failin ünvan fraqmentləri 1-dən 7-yə kimi rəqəmlər sıralanıb. İnternet şəbəkəsində göstərilmiş fail ünvanının ardıcıllığını müəyyən eləyin. Bax, yadınızda saxlayın. Birinci nə gəlir? Birinci gəlir protokol. Protokol. Protokoldan sonra 2 qoşa nöqtə qoyulur. Bax, 2 dənə slash çəkilir. Sonra gəlir server. Serverdən sonra bir dənə slash çəkilir. Sonra da gəlir failin adı. Bax, bu misal bu cür. Bu sual nümunəsi bu cür həll olunur. Bax, bu cür. Bax, bunu yadınızda saxlayın. İndi gəlib bura. Bax, bura ilə hələ bura keçmirik, ha. Buradan qabaq bura baxırıq. Bax, informatika.az serverində. Bax, bu mənim serverimin adıdır. Sonra info.rtf fail. Bax, bu mənim failimin adıdır. Sonra da deyir ki, sonra cədvəldə HTTP protokolu. Bax, bu da mənim protokolumdur. İndi mən birinci protokolumu yazmalıyım. Bax, bu protokol burada görək cədvəldə hansıdır? Deyir, bax, budur. 4. Birinci yazıram protokolumu. Sonra nə etməliyəm? 2 qoşa nöqtə qoymalıyam. Sonra nə etməliyəm? Slashlərimi çəkməliyəm. Sonra serveri yazmalıyam. Serverim hansıdır? informatika.az. Yazıram informatika.az. Sonra nə etməliyəm? Slashimi çəkməliyəm. Sonra da failin adını yazmalıyam. Failimin adı nədir? Deyir, bax, burada verilib. Bax, failin adı. info.rtf. Bax, yazıram. info.rtf. Baxın, belə. İndi, bax, bu cürə bunları rəqəmləyirəm. Sıralayıram ki, görüm hansı rəqəmlərdir. Birinci gəlim HTTP protokolu görüm hansıdır. Bax, birinci gəlir 4. Qoşa nöqtə 2 dənə slash hardadır? 2. Sonra informatika.az. Bax, informatika 7-də yerləşir. Nöqtə az harda yerləşir? 5-də yerləşir. Sonra bir dənə slash harda yerləşir? 3-də yerləşir. Info harda yerləşir? Info 1-də yerləşir. Nöqtə rtf harda yerləşir? Nöqtə rtf-də bax 6-da yerləşir. 4, 2, 7, 5, 3, 1, 6. Bax, oldu C variantı. Demək, bu cür suallarda nə edirik? Birinci protokol. Protokolumuzdan sonra 2 dənə qoşa nöqtəsi, 2 dənə slash. Sonra server, bir dənə slash, sonra da failin adı. Bax, bu ardıcıllıqla gedir. Ona görə də oldu cavabımız C variantı 9-da. İndi keçirik növbəti suala. Növbəti sual 10-cu sualdır. Deyir ki, uyğunluğu müəyyən edin. Bu sadə bir sual nümunəsidir. Arxa fon şəkili. Baxaq görək, arxa fon şəkili hansıdır? Arxa fon şəkili olur, demək, F-də. Bicik olur. 1-ə getdi F. Sonra arxa fon şəkili. Arxa fon rəngi bicik olurdu. Arxa fon şəkili demək nə? Backgrounddur adı. Sonra gəlir mətn yazısının rəngi. Mətn yazısının rəngi nədir? Tekstdir. 3-ə getdi nə? B.
Sonra gəlir dördüncü istinadın rəngi. İstinadın rəngi hansıdır? Link. C. Baxın C'dir. Sonra aktiv istinadın rəngi. Nədir? A linkdir. Bax, aktiv A link A. Bax bu cürə. 5-ə getdi nə? D. Sonra keçid olunmuş istinadın rəngi. Keçid olunmuş istinadın nədir? Keçid olunmuş. Bu da V linkdir. Bax E. E. Demək F A B C D E. D ha oldu cavab D variantı. 10-cu sualda cavabımız nə oldu? D variantı. İndi keçək 11-ci suala. Bəzi ölkələrdə 7 simvoldan ibarət avtomobil nömrə nişanı istənilən qaydada böyük hərflərdən, yəni 22 hərfdən və onluq rəqəmlərdən ibarətdir. Hər bir simvol eyni və minimum mümkün bit sayı ilə kodlaşdırılır və hər bir nömrə eyni və minimum mümkün tam sayda bayt ilə kodlanır. 50 nömrəni saxlamaq üçün neçə bayt yaddaş lazımdır? Aha. Baxın, bu da sadə sual nümunəsidir. Deməli, söhbət 11-ci sualdan gedir. Görək 11-ci sualda nə deyir? Mən əlifbamı tapmalıyam. Bax, bu cür demək, məsələlərdə nə edirsiniz? Bax, bu mənim simvol sayımdır. Aha, əlifbamı tapmalıyam. Bax, deyir ki, bəzi ölkələrdə 7 simvoldan ibarət avtomobil nömrə nişanı istənilən qaydada böyük hərflərdən, yəni 22 dənə hərfdən, eyni zamanda onluq rəqəmlərdən ibarətdir. Onluq sayı sistemində hansı rəqəmlər var? 0-dan 9 daxil olmaqla 10 dənə də rəqəm buradadır. Düzdürmü? Ümumilikdə mənim əlifbam neçə simvollu oldu? 32 simvollu əlifba oldu. Düzdür? 32 simvollu əlifbada böyük yönüm 32-dirsə, onda bir simvoluma düşən informasiyanın dəyəri 5 bit olasıdır. Ümumi simvol sayım nə qədərdir? Simvol sayı vurulsun əlifbanın ibitidir də, düzdürmü? Simvol sayım nə qədərdir? 7 dənədir. Vurulsun. Bir simvolumun dəyəri 5 bitdir. Ümumi də 7 dənə də simvolum var. 7 dənə simvolumu 5 bitə vuranda bu mənə verdi 35 biti. 35 bit. Düzdürmü? 35 bit. İndi nə deyir? Deyir ki, minimum bit sayı ilə kodlaşdırılır. Minimum bit sayı deyəndə 35-i bölərəm 8-ə. Düşər, 4 tam nə qədərsə düşür. Mən bunu təqribi götürəm nə? 5 bayt. 5 bayt. İndi nə deyir? Demək, burada deyir ki, 50 nömrəni, mən bunu bir nömrə üçün tapdım. Bir nömrə üçün mən tapdım nə? 5 bayt. Onda 50 nömrə üçün nətər taparam? 50 vuraq 5 bayt. Bu da eləyər nə? 250 bayt. 250 bayt. Yəni cavabım nə? A variantı 11-ci sualda. Sonra keçirəm 12-ci sualı. 12-ci sualda nə deyir? Deyir ki, 12-ci sualda uyğunluğu müəyyən eləyək. Bax, Wi-Fi ilə Wi-Max-ı verib, standartlarını verib, biz onu neynəməliyik? Uyğunlaşdırmalıyıq. Görə uyğunluğu necə tapırıq? Baxaq. Wi-Fi-yə baxaq. Demək, IES, birinci baxaq elə bətləri uyğunlaşdıraq, oxuyaq, sonra uyğunlaşdıraq. IES 802.11 standartından istifadə olunub. Bu standartdan istifadə edən hansıdır? Wi-Fi-dır. Ona görə 1-ə gedir A. Sonra 802.16 standartından istifadə edən nədir? Demək, istifadə edən Wi-Max-dır. Ona görə 2-yə getdi B variantı. Sonra təsir məsafəsi 25-80 km deyirsə, bu da Wi-Max-ındır. Ona görə 2-yə həm də C getdi. Sonra baxıram, əksər qurğuların təsir məsafəsi təxminən 150 metr, maksimum 300 metr, qapalı yerdə isə 20-30 metrdir. Bu da Wi-Fi-nındır, düzdürmü? Bu da getdi nəyə? 1-ə. Demək, 1-də AD, 2-də də BC. 1AD, demək, 1AD, 2-də nə? 2-də BC. BC, ha, D, ha, B variantı. Demək, 12-ci sualda cavabımız nə oldu? B variantı olmuş oldu.
A, D, B, C. Bəli. İndi keçirik 13-cü suala. Deyir ki, Eltat Sezar şiftindən istifadə edərək info sözünü K bərabərdir 2 açarla şifrələyir və həmin sözün tərsini dostuna yollayır. Dostu isə şifrələnmiş ifadəni K bərabərdir 3 açarla yenidən şifrələyərsə, alınmış ifadəni müəyyən eləyin. Baxın, mənim əlifbam verilib. Bax, zaten mənim əlifbam verilib. Bax, mənim əlifbam buradadır. Həmən əlifbadan istifadə edirəm. Bu cür şifrələmə verəndə zaten özləri hərflər, əlifba sırasını verirlər. Gəlin baxaq. Info sözün verib. 13-cü sualı deyirəm. Bax, info sözün verib. Info sözün verib. Deyir onu K bərabərdir 2 açarla şifrələ. İ'dən, i buradır. İ'dən 2 açar bu tərəfə 1, 2 gəlib duracaq K'da. N'ya baxıram. N'dan 2 açar sonra 1, 2 gəlib P'da durasıdır. F'dan 2 açar o tərəfə. Bax, F buradadır. 2 açar 1, 2 gəlib H'da duracaq. O'ya baxıram. O'dan sonra 1, 2 gəlib Q'da durasıdır. Bax, K bərabərdir 2 ilə neynədim? Bunu şifrələdim. Sonra deyir ki, həmin sözü tərsinə yazaraq dostuna yollayır. İndi gəlin bu sözü tərsinə yazaq. Birinci buradan bu tərəfə gedək də, tərsinə gedək. Bax, Q, H, P, K. Tərsinə yazandan sonra da K bərabərdir 3 açarı ilə şifrələyək. İndi gəlin K bərabərdir 3 açarı ilə şifrələyək. Bax, baxıram. Birinci nədir? Q'dır. Bax, Q yerləşir harda deyib, bax, burada. 3 ilə gedəndə 1, 2, 3 gəlib düşür T'ya. Q olur T. İndi H'ya baxıram. Bax, bu H buradadır. 3 ilə gedirəm. 1, 2, 3 gəlir K'ya düşür. Sonra P'ya baxıram. Bax, P buradadır. 3 deyəndə 1, 2, 3 gəlir S'ya düşür. K'ya baxıram. K hardadır? Buradadır. 3 deyəndə 1, 2, 3 gəlir N'ya düşür. Görək bu söz hardadır? T, K, S, N deyə D variantında. Ümid eləyirəm aydındır. 14-cü suala keçid eləyək. On dördüncü sualda nə deyir? Saat neçədir? Saat onun yarısıdır. Mən tez-tez izah eləyim bunu. 14-cü sual növbəti dərsə keçməliyəm. Demək, 14-cü sualda nə deyir? 14-cü sualda demək deyir ki, ölçüsü 1024 vuraq 512 pikseldən ibarət olan raster təsvirin informasiya həcmi 256 kilobaytdır. Bu palitrada olan rənglərin maksimum sayını tapın. Böyük yeni. Böyük yeni tapmaqdan ötürü mən əvvəl kiçik yeni tapmalıyam ki, 2-nin qüvvətinə qoyum. Onda A-sı, B-si məlumdur. Bax, bu A-sıdır, bu da B-sidir. A vuraq B bərabərdir 210 vurulsun 209 pikselə. Düzdürmü? Həcmim nəyə bərabərdir? 256 kilobaytdır. Mən bunu 213-ə vurub bitə çevirirəm. İndi mən burada əvvəl balaca eni tapıram. Həcmim nəyə bərabərdir? A vuraq B, bir də vuraq N bitə. Düzdür? Mən burada eni tapıram. N bərabərdir. H bölünsün. H-ım nə qədərdir? H-ım 256 vuraq 213. 256-da 208 yazıram. Vuraq 213. Bölünsün 210. Bir də vuraq bölünsün 209. Bu nəyə bərabər olur? Demək 208, 200 demək 10, 203, 213, demək 21, 19, 202 qalır da, düzdürmü? 202 nəyə bərabərdir? 4 bitə bərabərdir. De gedib 4 biti tez işarə eləməyin. Mən rənglərin maksimum sayını soruşur. Böyük yeni. Böyük yeni də bərabərdir 200-dür kiçik yeni. Yəni 200-dür 4-ə. Bu da nəyə verir mənə? 16-nı vermiş olur. Ona görə də 14-cü sualda cavabımız nədir? A variantı olmuş olur. İndi keçirik 15-ci suala. Deyir, kompüterdə Azərbaycan əlifbasının 32 hərf böyük və kiçik hərfləri ilə yanaşı, onluq say sisteminin rəqəmlərini də özündə saxlayan minimal əlifba yaradılıb.
Bu əlifbada neçə istifadə edilməmiş simvol var? Ha, bax bu sual çox maraqlı sualdır. Demək, burada nəyə diqqət eləyirik? Baxın uşaqlar. Mən birinci əlifbamı düzəldirəm. Görün mənim əlifbamda neçə dənə simvoldan demək istifadə olunub. Neçə dənə simvoldan istifadə olunub. Baxıram 32 dənə Azərbaycan əlifbasının həm böyük, həm kiçik hərflərindən istifadə olunub. Əgər həm böyük, həm də kiçik hərflərindən istifadə olunubsa, mən onda 32-nin üzərinə, bax əlifbamın sayı, 32-nin üzərinə 32-ni gəlirəm, həm böyük, həm kiçik hərfləri. Eyni zamanda bunlarla yanaşı da onluq say sisteminin rəqəmlərindən də istifadə olunub. Demək 32-nin üstünə 32 gəlirəm, 64, 64-ün üstünə 10 gəlirəm, 74 simvollu əlifbadan istifadə olunub, düzdürmü? 74 simvollu əlifba bir simvoldan neçə bit informasiya düşər? 74-ü 2-nin qüvvətləri arasında, 2-nin qüvvəti üstündə yaza bilmərəm, 2-nin qüvvəti deyil. Amma 74-ü 2-nin qüvvətlərinin ortasına sala bilərəm. 74 yerləşir 64 ilə 128-in arasında. Yəni 206 ilə 207-nin ortasında. 207 ilə 206-nın ortasında. Demək, bir simvoluma nə qədər bit düşür? 7 bit düşür. Düzdürmü? 7 bit düşür. Bir simvoluma 7 bit informasiya düşür. Yəni o deməkdir ki, mən bir simvolum 7 bitsə, mənim bir simvolum 7 bitsə, maksimum neçə simvol kodlaşdıra bilərəm burada? 2 üstü 7, 128 dənə simvol kodlaşdırmaq olar. Simvol kodlaşdırmaq olar. Demək, 128 dənə simvol kodlaşdırmaq olar. İndi məndən nəyi soruşur bu? Deyir ki, bu əlifbada neçə istifadə edilməmiş kod var? Minimum 7 bitlə kodlaşdırılanda, demək, ümumi, demək, minimal əlifba yaradılanda mən minimal 74 dənə əlifba, 74 simvollu əlifba yaratdım, düzdürmü? Maksimumda 128 simvoldan istifadə elədim, düzdür? Nə qədər simvol əlifbada bu əlifbada neçə dənə istifadə edilməmiş kod olduğunu tapmaqdan ötürü, onda bax o mən 128-dən maksimum simvolların sayından minimumu çıxaram, 74-ü çıxaram, yerdə qalar 54 dənə istifadə olunmamış. Demək, ona görə də cavab D variantı oldu. Neynədim? Mən birinci əlifbamı tapdım. Minimum mənim əlifbamda neçə dənə simvolu istifadə olundu? 74 dənə. 74-ü saldım 2-nin qüvvətlərinin ortasına. Gördüm 7 bit tutdu, düzdürmü? Maksimum 7 bit tutursa, bəs 7 bitlə maksimum neçə simvol kodlaşdırmaq olardı? 2 üstü 7, 128. Maksimum 128-dir, minimumda 74 dənə simvoldur, düzdür? Nə qədər istifadə edilməmiş olar? Maksimumdan o minimumu çıxaram, yerdə qalanda nə olar? Demək, istifadə edilməmiş kod sayı, yəni simvol sayı olar. Ona görə də cavabım oldu 15-də D variantı, 54. İndi burada nə deyir? Deyir ki, demək, bu da maraqlı sual nümunəsidir. Demək, deyir ki, tam dolu diskdə 3 ədəd eyni həcmli səs faylı, 2 eyni həcmli video fayl, 4 eyni həcmli mətn faylı var. Diskdən bir ədəd video fayl silindi və 2 megabaytlıq 48 kilobaytlıq mətn faylı əlavə edildi. Daha sonra diskdə 1 megabaytlıq 32 kilobaytlıq yer boş qaldı. Bir video faylın həcmini hesablayın. Bax, bir dənə tam dolu diskim var mənim. Bax, bir dənə diskim var. Bax, tutaq ki, bu mənim diskimdir. Bu mənim diskimdir. Deyir ki, mənə 3 eyni həcmli səs faylim var. 3 dənə eyni həcmli səs faylim var. Baxın. Bir dəqiqə bunu yaxşı çəkim. Bax, deyir ki, 4 dənə bunu həm mətnimdən ibarətdir, həm səsdən ibarətdir, səsdən. Həm də eyni zamanda bax, həm 3 ədəd eyni həcmli səsim var. 2 ədəd eyni həcmli videom var. 4 dənə eyni həcmli də mətnim var. Aha. Məndən nəyə soruşur burada?
Videonu soruşur. Aha, videonu bura yazaq. 2 eyni həcmli videom var. 2 dənə eyni həcmlidir. Bu mənim videomdur. Bax, video informasiyamın həcmidir. Video informasiyamın həcmidir. Bu mənim video informasiyamın həcmidir. Sonra deyir ki, 3 ədəd eyni həcmli səsim var. Bax, 3 yerə bölünübdür. Bax, bu da mənim səsimdir. Səsimdir. Bax, bunu da, bax, bu səsdir. Bax, bu mənim səsim. Sonra nə deyir? Deyir ki, demək videonda böldük, səsi də böldük. 4 eyni həcmli də mətn var. Mətnim də 4 eyni həcmli. 1, 2, 3 və 4. Bax, bu da mənim mətnimdir. Aha. Bu da mənim mətnimdir. Bax, burada yazdıram mətn. Bax, bu da mənim nəyimdir? Videomdur. Bax, bu da mənim videomdur. İndi nə deyir mənə? Deyir, diskdən bir ədəd video fail silindi. Bax, bu hissəni mən silirəm. Bax, bu hissəni mən silirəm. Deyir ki, diskdən bir ədəd video fail silindi. Axı, 2 dənə idi. Bir dənəsini sildim. Və bura 2 megabaytlıq 48 kilobaytlıq mətn fail əlavə elədim. Bax, bu hissiyə. Bax, bu hissiyə. 2 megabaytlıq 48 kilobaytlıq mətn fail əlavə eləyib. Daha sonra diskdə 1 megabayt 32 kilobayt boş yer qalıb. Bax, bu hissiyə. Bax, bu hissiyə. 2 megabaytlıq və 48 kilobaytlıq nə əlavə olunub? Mətn əlavə edilib. Daha sonra da 1 megabayt, bax bu hissə 1 megabayt, 32 kilobayt boş yer qalıb. Bax, bura dolub. Amma bura boş qalıb. Deyir, bir video failin həcmi nə qədərdir? Bax, elə bu hissə bir video failin həcmi deyildi. Onda bu ikisinin cəmi nə qədərdir? Elə bir video failin həcmi olar da. Ona görə də mən yazaram, bir video failin həcmi bərabərdir 2 megabayt 48 kilobaytın üzərinə mən 1 megabayt demək nə? 32 kilobaytı gələrəm. Bu da nəticədə mənə nəyi verər? 3 megabayt 48 ilə 32 80 elir də 80 kilobayt. 3 megabayt 80 kilobayt. Ona görə də cavabım eləyər B variantı. Bu 16-cı sualda cavab nə elədi? B variantı eləmiş oldu. Ümid eləyirəm aydındır. Gəlik 17-ci suala. Demək 17-ci sualda nə deyir? Deyir ki, informasiyanın biometrik mühafizə sistemlərinə aiddir. Barmaq izlərinə görə var, bəli var. Gözün ölçüsünə görə yoxdur, gözün güzeyli qışasına görə var. Sonra nitqin özəlliyinə görə bəli var. Sonra üzün təsvirinə görə tanınma, bəli. Bir də eşitmə, ovuc eşitmə yoxdur, eşitmə dərəcəsinə görə yoxdur. Amma ovucun cizgilərinə görə bəli var. Ona görədən hansı cavab oldu? Demək oldu 1, 3, 4, 5, 6 A variantı. Sonra 18-ci suala keçid alırıq. Bu 17-ci sual idi. 18-ci suala keçid alırıq. Deyir ki, 32 simvolu minimal əlifba ilə kodlaşdırılmış 20 səhifəli sənədin hər səhifəsində x sayda simvol və 10 bayt həcmində şəkil var. Bu sənədin ümumi həcmi 1000 bayt olarsa, hər səhifədə neçə simvol var? Baxaq. Bax, diqqət eləyin. Ümumilikdən mənim ümumi, həm mənim mətnim var, mətnim, həm də mənim, gəlin bunu silək, həm mənim mətn informasiyam var, həm də mənim şəkil informasiyam var, şəkil informasiyam və ümumi həcmi nə qədərdir? 1000 bayt. Bax, 20 səhifəli sənədim var. 20 səhifəli sənədinin hər səhifəsində mətn də var, şəkil də var.
Hər səhifəsində 10 bayt həcmində şəkil varsa 20 dənə səhifəm var. Onda şəklimin informasiya həcmi nəyə bərabər olur? O 20 dənə səhifəli sənədin hər səhifəsində 10 baytlıq şəkil varsa, onda 200 bayt mənim nəyim olur? Şəklim olur. Aha, ümumi nə qədərdir həcmim? 1000 baytdır. Mən bax o 1000 baytdan 200 bayt şəklimi çıxaram ki, görüm mətnimə nə qədər qalır. Mətnimə də 800 bayt qalır. 800 bayt mənim nəyim var? Mətn informasiyamın həcmi var. İndi buradan nəyə tapıram? Hər səhifədə neçə simvol olar? SS-mi tapıram. Mən bilirəm ki, simvol sayı vurulsun. 20 dənə səhifəm var. Sonra nəyim var? Simvol sayı məlum deyil, 20 səhifədir və 32 simvollu minimal əlifba ilə kodlaşdırılıb. 32 simvollu minimal əlifba ilə kodlaşdırılıbsa, mənim bir simvolum 5 bitdir. Vuraq 5 bit. Sonra nədir? Heç nədir. Bərabərdir həcm. Həcmim də nədir? 800 baytdır. Baxıram ki, bu hissə bitləndir. Ona görə də bu hissəni də 8-ə vurub bitə çevirirəm. Onda buraya yazıram, simvol sayı bərabərdir. 800 vurulsun 8 bölünsün 20 vuraq 5. 20-ni 5-ə vuranda neçə eləyir? 100. 800-ün 2 dənə 0 ilə bu 100 getdi. 8 dəfə 8-in də 64 elədi. 64 dənə nə var məndə? Simvol sayı olmuş oldu. Oldu, cavab nə? C variant. Ümid eləyirəm aydındır. Sonra keçirik nəyə? 19-cu suala. Deyir ki, qrafik təsvirin palitrasında baxın, 64-də C variantı alındı mı? Bəli. 18-də C variantı, bəli. Gəlib bura. 19. Qrafik təsvirin palitrasında olan rəng çalarlarının sayını demək 16-ya qədər azalma zamanı həcmi 3 dəfə azalmışdı. Qrafik təsvirin ilkin rəng çalarlarının maksimum sayını bizdən neyinir? Soruşur. Demək, rəng çalarlarının sayını 16 yeniləndə, onda rəng dərinliyi n bit 4 dəfə azalıb və həcmdə 3 dəfə artmışdı. 3 dəfə artmışdı. Onda n nəyə bərabərdir? 12-yə. Rəng çalarlarını soruşur, böyük yeni soruşur. 212-də nəyi verir mənə? 4096-nı. Ona görə də 19-da cavabımız C variantıdır. 20-ci suala baxırıq. Ay maşallah. Gəlin əvvəl burada baxaq. Demək, sətir. Burada sətir nədir? Sütunların sayın. Baxa görə neçə dənə TH-ımız var? 1, 2, 3. 3 dənə TH-ımız var. 3 dənə sütunumuz var. Sətirlərin sayına baxaq. TR burada açıldı, burada bağlandı. 1 dənə. Burada açıldı, burada bağlandı 2 dənə. Burada açıldı, burada bağlandı 3 dənə. Burada da açıldı, sonra burada da bağlandı. 4 dənə də nəyim var? Sətrim var. Sonra sütunların sayı 3-ə bərabərdir. Bəli, doğrudur. Təklif edilən ən aşağı qiymət 14 dollardır. Təklif edilən ən aşağı qiymət. Təklif edilən ən aşağı qiymət, bax, burada ortada gələndir. Ortada gələn ən aşağı qiymət, xeyr, 11550-dir, bax 2 səhvdir. Təklif edilən ən aşağı qiymət 11550-dir, 11550, bəli. Təklif edilən ən aşağı qiymət, bəli. Təklif edilən ən aşağı qiymət yox. Təklif edilən ən aşağı demək, təklif edilən ən aşağı qiymət yox. Təklif edilən ən aşağı qiymət 14 azin deyil, 11050-dir. 11050. 14 azin burada hansıdır? 14 azin əlavə xərclərdir. Bax, 3-cü gələndir 14 azin. Ona görə 3 doğrudur, 2 səhvdir. Sətirlərin sayı deyir 3-ə bərabərdir, xeyr, 4-ə bərabərdir. Cədvəldə 12 dənə xana var, bəli. Sətrin sayını mən sütunun sayına vuranda bu mənə nəyi verir? 12 dənə xananı vermiş olur. Bu doğrudur. Bu da doğrudur. 1, 3, 5. 1, 3, 5 hansıdır? E variantı. Bu neçənci sual idi? Bu 20-ci sual idi. Bəli, E variantı. Gəlir 21-ci suala. Görək 21-ci sualda nə deyir? Demək, web saytın hazırlanması mərhələlərini düzgün ardıcıllıqla demək müəyyən eləmiş oluruq. Düzgün ardıcıllıq dimin nəzəriyyəsində var. Xahiş edirəm bunu
diqqətlə oxuyarsınız. Layihələndirmə gəlir, sonra gəlir dizayn, sonra gəlir maket, proqramlaşdırma, müşayiət və nəşr. Ona görə də cavabımız nə oldu? 21-də D variantı. Keçirik 22-ci suala. Deyir, uyğunluğu müəyyən eləyin. Klient server, yəni müştəri qulluqçu, bir də bərabər hüquqlu, yəni taytuşlardan söhbət gedir. Bütün faillər mərkəzləşdirilmiş yerdə saxlanılır. Bu klient serverə aiddir. Yəni 1-ə getdi A. Sonra demək, ikinciyə baxırıq. Kompüterin mərkəzdən asılılığı yoxdur. Onda mərkəzdən asılılığı yoxdursa, onda taytuşlara aiddir. 2-yə getdi B. Verilənlərin ehtiyac sürətinin alınması mərkəzdən idarə olunur. Bəli, bu klient serverə aiddir. Serverin işidir. 1-ə getdi, nə? D. Yox. Sistem inzibatçısına ehtiyac yoxdursa, bu bərabər hüquqludur. 2-yə getdi C. Sonra verilənlərin ehtiyac sürətinin alınması mərkəzdən idarə olunursa, klient serverə aiddir. Bu getdi 1-ə D. İnformasiyanın təhlükəsizliyini təmin etmək çox çətindir. Bu taytuşlarda olur. 2-yə getdi E. Sonra şəbəkənin quraşdırılması ucuz başa gəlir. Bu da demək bərabər hüquqlunun işidir. Bu da F-dir. B, C, F, A, D, B, C, F, B, C, E, F oldu C variantı. Bu neçənci sualdır? 22-ci sual. 22-də oldu C variantı. İndi 23-ə gəlirik. Deyir ki, HTML kodu nəyə istinad eləyir? Bax, HTTP protokolu var. Lokalların hamısını silirəm, başqa kompüterə sözündə silirəm. Yerdə qaldı 2 dənə variant, A ilə B. Baxıram ki, burada qrafik fail deyir. Burada qrafik failə uyğun JPEG, PNG belə bir şey var. Qrafik failin uzantısı var, bax bu istifadə, bax burada var, yoxdur. Web səhifədəki, internetdəki web səhifəyə istinad eləyir. İstinad deyil, istinad göstəricisi budur. İstinad elədiyi budur. Oldu cavab B variantı. 23-də B. 24-də keçirik. Deyir, kompüter cinayətkarlığına aid deyil. Kompüterdə virusların çoxaldılıb yayılması aiddir. Sonra hansısa kompüter proqramının qanunsuz üzünün köçürülməsi aiddir kompüter cinayətkarlığına. Kompüteri qanunsuz daxil olub məlumatların oğurlanması aiddir. Kompüterin proqram təminatının məhv edilməsi bəli, demək kompüter cinayətkarlığıdır. Amma kompüterin aparat təminatının oğurlanması bu kompüterin cinayətkarlığına aid deyil. 24 nədir? D variantıdır. İndi gəlir 25-ə. Yirmi beşinci sualda nə deyir? Baxın, bu sual nümunəsi təkrar vermişəm. Maraqlı sual nümunəsidir. Bunu öyrənməyə çalışın, məntiqini tutmağa çalışın. Qəşəng sualdır bu. Kompüter sistemində qeydiyyatdan keçərkən hər bir istifadəçiyə 21 simvoldan ibarət və yalnız A, D, F, H, X, Y, Z simvollarından ibarət parol verilir. Demək, mənim enim nəyə bərabərdir? Simvollarımın sayı. Baxıram, görüm nəyə bərabərdir. Demək, simvollarımın sayı demək nəyə bərabərdir? Baxa görün, neçə dənə simvolum var? 1, 2, 3, 4, 5, 6, 7. Demək, mənim simvollarımın sayı 7-dir. 7 simvollu əlifbam var mənim. Bir simvolum nə qədərdir? 7-ni sallam 2-nin qüvvətlərinin ortasına. Demək, bir simvolumun dəyəri mənim 3 bitdir. Onda mənim simvollarım, ümumi simvollarımın sayı 21 dənədir. 21-i 3-ə vuranda mənə nəyə verir? 3 bitə vuranda mənə verir 21 simvolumu, simvol sayımı. Vururam 3 bitə. Mənə nə qədər verir? 21-i demək 21-i 3-ə vuranda mənə verir demək 63 bit. Sonra deyir ki, birinci əlifbamı tapdım. Əlifbamda bir simvola düşən informasiyanın dəyərini tapdım.
Sonra onu vurdum simvolun sayına. 21 dənə simvola. Elədi 63 bit. Düzdürmü? Bax bura qədər mən bunu tapdım. Sonra bundan arxasına baxıram. Bax buradan, bax bura qədər. Deyir ki, bu kompüter sistemində hər bir belə parol minimum və mümkün bit sayı ilə kodlaşdırılıb. Mən bunu bayta gətirirəm. 63 biti bölürəm 8-ə, bayta kodlaşdırıram. 63-ün içində 8 demək bunu 63-ü yox, 63-ün içində 8, 7 tam nə qədərsə yerləşir. Mən bunu götürürəm, demək 8 bayt. Təqribi nə götürürəm? 8 bayt götürürəm. Aha, 8 bayt götürmüş olurum. İndi burada nə deyir? Bax, bura qədər bunu da tapdım. Deyir, indi 40 parol yazmaqdan ötürü mənim həcmim nə qədər olur? 40-ı 40 parol yazmaqdan ötürü. Bir parolum nə qədərdir? Bir parolum bax 8 baytı. 40 parolum da olur 40 vıraq 8. O da eləyir 320 bayt. 320 bayt, yəni A variantı. 25-ci sualda. İndi 26-cı suala diqqət edirik. Deyir ki, görə 26-cı sualda nə deyir? Deyir ki, web səhifə üçün yaradılmış istinadla bağlı hansı fikir doğrudur? Kompüterin lokal diskində, lokal deyil, lokalla bağlı hər bir şeyi silirik. Çünki burada HTTP protokolu var. Bax, lokal deyil, A getdi, lokal deyil, B getdi, lokal deyil, C də getdi. İstinad düzgün deyir verilməyib. Niyə də düzgün verilməyib? Çox qəşəng verilib istinad. İnternetdə yerləşən ict.az səhifəsinə istinad eləyir. Bəli, tam doğrudur. İstinad göstəricisi ict-dir, amma istinad elədiyi nədir? ict.azdır. Bax, özdə web səhifədə yerləşir. Yəni, internetdə yerləşir. Oldu cavab D variantı. 26-cı sualda dedi. İndi gəlir 27-ci suala. Deyir 259 səhifəli kitabın ilk 2 səhifəsində və sonuncu səhifəsində 1024 vuraq 1024 pikselli monokrom şəkil var. Bax, bura qədər şəklimi tapıram. Gəlin tapaq. Demək, 27-ci sual. Demək, nə deyir? Sənədimin ilk 2 səhifəsi və sonuncu səhifəsində. Demək, 3 dənə şəklimi tapıram. Şəkil informasiyamın həcmi. 3 səhifəmdə mənim şəkil var. 3 səhifə vurulsun. A-m, B-m nə qədərdir? 1024 vuraq 1024. 210 vuraq 210. Və monokrom dediyinə görə bir bitə də vururam. Düzdür, bir bitə. Vururam bir bitə. Eyni zamanda mən onu neyinirəm? Ən axırda kilobaytla soruşduğuna görə. 200-ü 13-ə bölürəm. Bitdən kilobayta. 220-ni 213-ə böləndə 207 eləyir. 207 128 deməkdir. Onu da 3-ə vuranda 384 kilobayt eləyir. Bax, bu mənim 384 kilobaytım nədir? Şəklimindir. Şəklimin. İndi deyir, qalan səhifələrində 259 səhifə idi. Bunun 3 dənə səhifəsi şəklə getdi. Yerdə neçəsi qaldı? 256 səhifə. Qalan səhifələrində, yəni 256 səhifədə, 208-də, 32 sətir, demək mənim mətnimdən söhbət gedir, sətri görən kimi. 32 sətir, 205 və eyni zamanda hər sətrində 128 simvol, 207, 228 simvol, mətin yerləşir. Və baxıram ki, standart olaraq heç nə verilməyib. Standart olaraq heç nə verilməyibsə, əlifbanın i-bitini 1 bayt qəbul edirik həmişə. Vururam 1 bayta. Baxıram ki, yuxarıdakı nə ilə verib? Yuxarıdakı verilib kilobaytla. Mən aldığım baytla olası deyək. 200-də 10-a bölürəm ki, kilobayta çevirim. 5 ilə 7, 12, 12-ni 10-a böləndə neçə eləyir? 12-ni 200-də 10-a böləndə 202, 4 eləyir. 202-ni də 208-ə vuranda 210, yəni 1024 kilobayt. Mən mətnimi tapdım 1024 kilobayt, şəklimi tapdım 384 kilobayt. Məndən nə deyir? Kitabın ümumi saxlandığı failin ölçüsünü, kitabda bu kitabın saxlandığı failin ölçüsü. Neyniyərəm? Toplayaram. 384 kilobaytın üzərinə gələrəm 1024 kilobaytı. Bu da mənə nəyi verər? Demək 1408 kilobaytı.
Yəni cavab C variantı. Sonra gəlirəm 28-ci suala. Nəzəri sualdır. 28-ci sualda görək nə deyir? Deyir ki, doğru mülahizələri müəyyən edin. Burada hamısı doğrudur. Kibercinayətkarlıq dedikdə internet yaxud başqa kompüter şəbəkələrindən istifadə olunmaqla törədilən cinayətlər nəzərdə tutulur. Bu doğrudur. Nəzəriyyədə, Dimin nəzəriyyəsində var bu cümlələr. Proqramın müəllifi öz proqramını istənilən yola çoxaltmaq və yaymaq, eləcə də dəyişdirmək üçün müstəsna hüquqa malikdir. Bəli, bunun hüququ var buna. Kriptografiya termini gizli yazı mənasını verir. Bəli, sistemə daxil olmaq üçün login identifikasiya və parol isə identifikasiya parametridir. Bəli, bu da nəzəriyyədə var. 1, 2, 3, 4 mənə doğru mülahizə lazım idi. Doğrular da bəli, bunlardır. 29-cu suala keçid alırıq. 29-cu sualda bayaq yazdığımız suallardan kimidir? Bax, yazaq. Nə deyir burada? Demək, elə buradan yazıram. 29-cu sual. Demək, deyir ki, 8 simvolum var. Mənim simvol sayım 8-dir. Lap yaxşı. Sonra burada nə deyir? Deyir ki, demək, simvollar yalnız onlu rəqəmlərdən və Azərbaycan əlifbasının kiçik hərflərindən istifadə olunub. Azərbaycan hərflərinin kiçik hərfləri həm böyük, həm kiçik desəydi, mən 32, üstə gələk 32 yazardım. Amma təkcə kiçik deyir deyə 32 dənə mənim simvolum var. Bir dənə də onluq say sistemli rəqəmlər, 10 dənə də bu. Ümumi mənim demək, əlifbamdakı simvollarımın sayı 42 dənədir. Onda bir simvoluma düşən əlifbanın ibiti nəyə bərabərdir? 42 nə ilə nəyin ortasında yerləşir? Demək, 2 üstü 5 ilə, 32 ilə, 2 üstü 6-nın, 64-ün arasında yerləşir. Onda bir simvoluma düşən i bitim nəyə bərabərdir? 6 bitə. Onda mənim 8 dənə simvolum varsa, bir simvolumun da dəyəri 6 bitsə, 8-i 6-ya vururam, eləyir 48 bit. Bax, bura qədər mən tapdım 48 bit. Simvollarımın sayını tapdım 42-dir. 2-nin qüvvətlərinin ortasına saldım. Bir simvoluma düşən informasiyamın dəyərini tapdım 6 bit. Bir simvoluma düşən informasiyanın dəyəri 6 bitsə, onda 8 simvolum nə qədər olar? 8 dəfə 6-da 48 bit. Bax, bura qədər tapdım. Deyir, indi bax, buraya baxırıq. Deyir, hər bir simvol minimal və mümkün bit sayı ilə kodlaşdırılıb. Bax, bu cümlə var, ha. Bu cümlədən mən 48-i bölürəm 8-ə. Bölünməsə də təqribi götürürəm. Amma burada 48 8-ə bölünür. Bayta gətirirəm də, düzdürmü? 48-i 8-ə böləndə nə verir mənə? 6 bayt verir. İndi deyir, yaxşı, 31 ilə parolun informasiya həcmi neçə bayt olar? 6-nı da vururam 30-a. Bu deyilir 180 bayt. Yəni cavabım nədir? A variantıdır. Bax, bu da 29-cu sualın demək həlli. İndi keçirik növbəti suala. 30-cu suala. 30-cu sual da elə bunun kimidir. Artıq lövhəmdə yer qalmayıb. Bunları silirəm. Otuzuncu nəhayət sualımızı demək yekunlaşdırırıq. Hı. 30-cu sual. Demək, 30-cu sualda görək nə deyir? Demək, kompüter sistemində qeydiyyatdan keçərkən hər bir istifadəçiyə 6 simvoldan ibarət. Bax, mənim ümumi simvollarımın sayı 6 dənədir. Bir də əlifbama baxaq. N, O, P, R, S, T, U, X simvollarından ibarət parol verilib. Neçə dənə simvolum var? Mənim ümumi əlifbamda 7 dənə simvolum var. Bax, mənim ümumi 7 dənə simvolum var. 7 simvolu 2-nin qüvvətində göstərmək olmur. Onda 2-nin qüvvətlərinin ortasına salıram. 2 üstü 3 ilə, demək 2 üstü 2-nin ortasında yerləşir. Düzdürmü? Demək, onda bir simvolumun informasiya dəyəri 3 bitdir. Onda yaxşı, bəs 7 simvolum nəyə bərabərdir? 7 simvolumu da 3-ə vuranda mənə 21 bit verir. Düzdürmü? 21 bit.
İndi yox. 6 simvoldur, 7 deyil. Ümumi simvollarımın sayı, yox, səhv getdim. Bir dəqiqə. Demək, burada nədir? Ümumi demək burada simvollarımın sayı 7-də nədir? Ümumi 7 simvollu əlifbadır. Böyük yeni 7-dirsə, onda kiçik i-ni tapmaqdan ötürü bir simvoluma düşən informasiyanın dəyərini tapmaqdan ötürü 2-nin qüvvətlərinə saldım. Bir simvolumun informasiya dəyəri məndə oldu 3 bit. Onda mənim simvol sayım 6 dənədir. 6 dənə simvolum, bir simvolum da 3 bitdən. Oldu 6 simvolum nə qədər olar? 6 vuraq 3, eləyər 18 bit. 18 bit. İndi arxasınca deyir ki, hər bir simvol minimum və hər bir parol minimum və tam baytla kodlaşdırılıb. Onda bir parolum nə qədər olar? Demək, 18-i bölərəm 8-ə. Bayta tamamlayaram. 18-i 8-ə böləndə düşür 2 tam nə qədərsə. Bu da mənə verir neçə? 3 bayt. İndi. Demək, 3 bayt tapdım. İndi sonra mənə deyir ki, 100 istifadəsi üçün məlumat 1400 bayt, 100 istifadəçi haqqında məlumat saxlamaqdan ötürü 1400 bayt istifadə olunur. Görə indi bir istifadəçi üçün məlumat nə qədər olar? Yazaram belə. Bax, 100 istifadəçi haqqında məlumat əgər 1400 baytsa, onda yaxşı bir istifadəçi haqqında məlumat neçə baytdır? Burada neyniyərəm? X bərabərdir. Demək, 1400-ü bölərəm neçəyə? 100-ə. Bu da mənə verər 14 bayt. Aha, bu belə. İndi bir şeyi də diqqətinizdə saxlayın. Bax, bu 3 baytın üzərinə mən, bax, bu 3 baytın üzərinə əlavə məlumat gələndə mənə bax, bu 14 baytı verir. Onda əlavə məlumat nəyə bərabərdir? Məndən onsuz da əlavə məlumatı soruşurdu da, düzdür? Tapdığım 14 baytdan 3 baytın çıxanda mənə əlavə məlumat verir. Əlavə məlumatım nəyə bərabər olur? 11 bayta. Mənə amma burada bitlə soruşur. 1 baytım 8 bitdi. Onda mənim 11 baytım nəyə bərabər olur? 11-i vuraram 8-ə, bu deyiləyər 88 bit. Oldu cavabım nə? B variantı. Demək, mən birinci əlifbamı tapdım. Əlifbamın sayını tapdım. Və əlifbada bir simvola düşən informasiyanın dəyərini tapdım. Sonra 6 dənə simvolum olduğu üçün 3 biti 6-ya vurdum. Elədi 18 bit. Parol minimum və tam baytla dediyinə görə 18-i 8-ə böldüm. Düşdü 2 tam nə qədərsə, mən də onu 3 bayta tamamladım. Düzdür. Demək, 3 bayta tamamladım. Nə? Bir dənə parolum 3 baytdır. Bir dənə parolumun üstünə mən əlavə məlumatı gələndə məndə nə verir? Həcmi verir. Əlavə məlumat da bərabərdir. O həcmdən mən bir parolun dəyərini çıxaram. Yerdə qalan nə olar? Əlavə məlumat olar. Əlavə məlumat da məndən bitlə istəyir. Demək, 11-i də 8-ə vuranda elə 88 biti mənə vermiş oldu. Ona görə də cavabım nə oldu? Demək, B variantı olmuş oldu. Demək, uşaqlar, bu video izahımızda biz sizinlə nədən danışdıq? Biz sizinlə ümumi təkrarın sınaq 2-nin izahını vermiş olduq. Gecəniz xeyrə qalsın, sağ olun.